Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı səsləndirdiyi fikirlərlə diqqət çəkib. O, televiziya mənim dədəmin deyil ki sözlərini deyərək mövzu ilə bağlı münasibətini ifadə edib. Zaurun bu açıqlaması izləyicilər arasında maraq doğurub. Həmin görüntüləri təqdim edirik. Qaşınmır rəh vuranda. Qaşınır. Birinci vuran kimi qaşınır. İndi güya ki bu patpolla məndən üzümə rəh qoyub qoymamağımı, saçıma belə rəh qoyub qoymamağımı. Sonra qoyuram, niyə qoymuram ki? Şampun var, ondan yuyuram başımı. Hərdən görsən yadımdan çıxır, qoymuram. Sonra yadıma düşür, qoyuram. Görürəm çox ağarıb, qoyuram. Rəhdir də şampundur. Belə eləyirsən, vız, qapqara qaralır. Canlı göstərə bilərdim. Uşaqlıqdan sizi izləyirəm. Çox sağ olun. Ağ saç yaraşır sizə. Biləmə yaraşır. Sonradan belə mən gülə oxşuyadam istəyirəm. Çox mən də çox vaxtından tez ağar deyə, bilmirəm niyə. Məsələn, papamda Allah ölənlərinizə rəhmət eləsin. Məsələn, papam artıq mən yaşda olanda saçı tökülmüşdü, tamam. Yox idi. Amma saqqalı ağappaq ağarmışdı. Göstər də bizə qardaş. Prosta göstərsəm o reklam olacaq. Sonra həmin firmanın adamları götürürlər onu, qoyurlar. Puldan zaddan versinlər, ondan sonra göstərim. Xeyir olar. Niyə göstərirəm ki? Sonra götürürlər, paylaşırlar onu pulsuz. Veriliş niyə bağlanır ki? Vallahi mən bilmirəm axı. Verilişi bağlayan televiziya oturub orada, özləri bağlayıb da. Nə bilim, nə deyim? Deyim veriliş niyə bağlamısınız? Dədəmin televiziyasıdır. Yoxsa anamın televiziyası, atamın televiziyasıdır. Televiziyanın rəhbəri oturur deyir ki, bağlayıram. Bağlayırsan, Allah canını sağ eləsin. İndi deyir, səni başqa cürə görmək istəyirəm. Deyirəm, lap yaxşı, Allah canını sağ eləsin. Mənim yadımdadır, hətta evli proqramını biz aparırdıq. Vüqar Qaradağlı televiziyaya gələndə dedi, Zaur, mən səni başqa ampulada görmək istəyirəm. Belə evliliyi havasında görmək istəmirəm. Ona görə də evliliyi bağlayıram. Dedim, tamam, bağlayın. Onda mən də ciddi bir veriliş açaram. Ümidvarı açdıq, yadınızdadır. Ondan sonra ümidvarı da bağlandı. Sonra öz aramızda oldu. Öz aramızdadan sonra bizimlə sən oldu. Rəhbərlikdir, deyir ki, mən də bizimlə sən istəmirəm. Sabah sizinləyəm istəyirəm. Zaur, mən səni burada görmək istəyirəm. Zaurun dədəsinin mülkiyyəti deyil ki, televiziya. Elə də elə deyil. Nə yaxşı qaşın ağarmır? Hə, qaşım ağarmır. İçində var bir-iki dənə belə. Amma tam ağarmır da. Amma saqqalımla saçım ağarır. Sentyabrda verirsiniz. Siqaretlə bacara bilirsiniz. Əlbəttə, anasını ağlatdım siqaretin. Siqareti məhv elədim. Bir gilə də dilimə dəyməyib artıq.